Salam əziz izləyicilər, xoş gördüklər. Birinci sizə üzüm sirkəsi ediləcə hazırlayaq. Üzümlərimi götürdüm, təmizlədim, yudum. Bankamıza yerləşdirək. 6 saat saxladım. İndi balona yığıram. Balonumu da təmiz qaynar su ilə yudum və üzümləri yığdım buraya. Gördüyünüz kimi indi isə əlimlə başlayıram, əlimlə. Üzümlərimizi gözəl əzirik, tamamilə suyu çıxana kimi. Bu qaydada suyu çıxır, suyu çıxandan sonra may alıram. Maya üçün götürmüşəm yarım stəkan sirkə, evdə özüm hazırladığım sirkə. Sirkəm nar sirkəsidir. Hər hansı bir sirkəni istifadə edə bilərsiniz. Ancaq ev şəraitində etdiyinizi bir balaca parça sirkə anası, bir qaşıq balı qarışdırıram. Maya üçün sadəcə bu üçün götürürəm və taxta bir qaşıqla qarışdırıram. Qarışdırdıqdan sonra ağzını təmiz bez parça ilə bağlayıram və qaranlıq bir yerdə 20 gün müddətini qarışdırıb meyvələr aşağı çökəndən sonra bir ay saxlayırıq. Hələlik.